Satdım, evi satdım ona göre ki kim yiyib içmir ki? Kim yiyib içmir? Məndən gizlin gəlib arxamca güdüb də. Qadının əlində deyil bir saniyə. Kişini göydən elə yerə vurar ki, gəlib deyib ki, hə, yaxşı qız. Siz pərt oldum. Sonradan adam məndən üzr istədi. Düzdür, o həyatını itirib, yaxşı qadın idi. O Milli Məclisdə mədəniyyət sahəsində məşğul olan insanlar o sualı ortaya qoymalılar, bu məsələni həll eləməlidirlər. Bir-birini sevirlər də, necə deyim. Yəni ki, Yaşar buket deyildi ki, düzdür. Yəni ki, insandır da. O insan həm yaddan çıxartmaq lazım deyildi ki, həm aktyor idi, sənətkar idi, qüdrətli idi, şəxsiyyət idi. Yəni ki, bu işlər onda var idi. Mən durum, onun o formalarını plastilin kimi özüm istədiyim kimi həyatı qurmuşam ki, o insanı yaşadım. Mən onu necə poza bilərəm? Özüm öz əziyyətimi pozum. Siz oturdum kənarda ağlaya bilərdim. Amma ki, onu nə o görürdü, nə mənim uşaqlarım görə bilərdi. Mən durub döymürdü ki, deyim ki, dözməyim. Ya durum pis əməllərə qoşulmurdu ki, nəsə edir ki, deyim ki, ay, haykü qaldırım. Bu sırf sənətkar idi. Yiyib içməyi də sevən adam idi, vəssalam. Amma evdə nə baş verirdisə, mənim şəxsi dırnaq içində mətbəxdə, o mənə aid idi. Mənim nə anam, nə bacılarım, nə qohumlarım, nə qızlarım onunla mənim münasibətimdəki davanı demək olar ki, görməyiblər. Onun ətrafında olan kimsə onun sadəlövhlüyündən istifadə elədi. Başa düşdünüz? Bir-birinə ünsiyyət yaratdı, elədi. İnsandakı elədi ki, aktyor idi, bəli. Bilə-bilə olmasa mən bilmirəm, indi o da yoxdur. Rəhmətə gedib 100 il qabaq. Yəni ki, o bilmirdi belə şeylərdə, çox təmiz idi, çox. Bu bir ikincisi ki, kim yiyib içmir ki? Kim yiyib içmir? Rolunu da oynayırdı, yaradırdı da, ailəsinə də baxırdı, gözəl də baxırdı. Eminlə Rus demiş ki, sağlamlığına görə mən ondan nəsə danışırdım. Başqa şeyə görə yox. Bizim evimizdə nə pul üstündə söhbət olub, nə qısqanclıq üstündə, nə mənim olub. İndi qısqanclıq barəsində özüm onu mədəni formada özüm asta-asta onu həll edə bilərdim. Amma ki, bu pul heç vaxt. Ancaq içib eləyəndə ki, Yaşar qaraciyərimə nəsə olar, Yaşar böyrəyimə nəsə olar. Ancaq onu güdürdüm. Evə gələndə necə olur? Kişi içəndə necə olur, o da onlardan biri. Dava salırdı, etib gəlirdi. Yox, dava deyəndə ki, o mənim şəxsi mətbəxidir, onu heç vaxt ölənə qədər açmaram. Mən onu olduğu kimi hər şeyi qəbul edirdim. Çünki mənim həyatımın yoldaşı idi, mənim uşaqlarımın atası idi. Həm də ki, şəxsiyyətini qorumaq üçün insanlar, millət onu sevir, Azərbaycan xalqı onu yuxarıda saxlayır. Mən onu necə vura bilərəm? Qadının əlində deyil bir saniyə. Kişini göydən elə yerə vurar ki, Lüboy qadını onu eləyə bilər. Qızlarını heç əl vurmayıb. Ana elə bir insandır ki, həmişə maz deyir ki, özdə onu heç vaxt qoymazdım ki, o əsəblərsin nəyə görə. Ömründə gələrdi, 3 gün ola bilərdim, ona söz deyə bilməzdim. Hay, roldan gəlirdi, bu insan nə qədər əziyyət çəkir. Mən o momenti onda tuturdum. Gəlirdim pişik kimi, görürdüm aslında neyəsə yaxşıdır. Sözümü deyirdim, vəssalam. Amma qapını açan kimi, haradasan, neynədin, niyə gəlmədin, nə oldu? Mən elə bir dəfə də olsa onu mən telefonuna zəng edib işdə olmadı. Deməmişəm ki, neynirsən, haradasan? Heç vaxt. Məni də qoymazdı. Mən də dedi ki, koram, lalam. Bu dəqiqə hərə başı işinə qaçıb. Əgər kimsə nəsə o yolu seçməyibsə, sabah onun da başına gəlir. Bumerangdır həyat. Nə istəyirsin eləsin, nə sabah o aktyordur, o aktrisa da, o kimsə hansısa sənətkar həyatını dəyişə bilir. Düzdür? Elə də münasibət onlara qarşı olacaq. Bu bir ikincisi ki, bəlkə indi hamının başı içə, ona dəxli yoxdur. Mənə telefon zənginə ehtiyac var. Heç gəlməsələr də olar. Mən onu ən yaxın adamlarından hiss eləmirəm, o ki olsun kənardan. O veriliş vaxtı baş verən o söhbət, əvvəla mən özümdə o verilişdəydim, sonra Ülkər də oradaydı. Ora bir nəfər zəng vurdu, yaxın adam, adını çəkməyəcəm. O bilmirdi ki, efir açıqdır. Sadəcə mənə zəng edib bəzi suallar verirdi. Qadın kimi mən ona demədim ki, ay filan. Gördü əhvalım yoxdur, nəysə də onu nəzərə aldı ki, yəqin ki,
məsələn, maddiyyatla əlaqəli falan. Efirə də mənə deməmiş, məndən icazəsiz. O adam efirə canlı açdı və söylədi ki, budur. Mən hədsiz pərt oldum. Sonra da adam məndən üzr istədi. Düzdür, indi o həyatını itirib, yaxşı qadın idi. Yəni ki, məsələ elə olmayıb. Tamamilə başqa cür olmuşdu məsələ, amma efirdə bunu şişirtdilər. Ondan sonra İlkərdəki siz o hadisələrdən sonra insan kimsə itirəndə biraz daxilən mənəviyyat adam özünü itirir. Bəzən elə suala lazımı qədər də istədiyi qədər cavab verə bilmir. Ya tələsir, ya məntiqdən uzaq olur, ya da ki, siz adam gəlin nəyisə beynində üydüb ona cavab versin. Logik şəkildə də, məntiq şəkildə. O sualı mənə versəydə, əlbəttə ki, onu başqa cür cavablandırardım. Ülkərə verilən sual biraz, Ülkər özünü itirdi. Sualı biraz, yəni ki, belə də, mən istədiyim qədər cavablandıra bilmədi. Sonra biz nasıl olmayaraq çəkiliş gəldi bizim mətbəxə, qaldığımız evə. Mətbəxə gəldi, dedi ki, bəs belə söz olub. Dedim ki, ondan asılı olmayaraq, sadəcə ürəyini boşaldıb. İndi cavan qızdır da, indi atasını itirib, o moment adam özünü itirir. Təsadüf oğlan getdi, xaladenik açdı. Mən xoşlamıram belə şeyləri. Dedim, orada nə var, hər şeyimiz var. Sonra onu orada göstərdilər ki, görürsünüz, belə şey çatışmır, filan. Yəni ki, müraciət formasında orada olmayıb ki, mənim maddi durumum belədir, mənə pul lazım, mənə filan. Belə konkret söhbət olmayıb. Əgər indi belə ümumi maddiyyata gəlsək, nə deyim, mən indi açıq deyirəm, heç gizlətmirəm də. Yaşar dövründə yaşadığım tərz yoxdur. Yaşar bir də nə idi? Yaşar belə yox, belə biz dolanırdıq. Çünki problemimiz də heç vaxt olmayıb. Düzdür, kirayədə qalmışıq. Dövlət bizə bir otaq verib, sonra 3 otaq verib. Getdikcə, yəni ki, həmişə dövlətin nəzarətində olmuşuq. Dövlətin ən sevimli, yaradıcı insanlarından biri olub, hədsiz. Hətta onun bu xəstəxanada yatan vaxtı Türkiyədə ən bahalı xəstəxanalarda dövlət qayğısı olub. Yəni ki, 2 məşhur fiziki şəxslər, onun adlarını çəkmirəm, dəstək olublar. Dövlətimiz dəstək olub son xəstəliyinə. Yəni ki, hər şey dəstəklə olub. Amma sonradan o insandır. Dövlət mükafatı ona verirdilər. Mən gizlətmirəm, onu da söyləyirəm. Prezident mükafatı. İndi də o mükafat verilir. Sadəcə o aldığı o mükafatı, o rəhmətə gedəndən sonra mən almıram. Təkcə mən yox. Onu bütün həyatını qəlb etmiş, belə də vəfat etmiş aktyorların ailələri ödənilmir. Mən o önəmdə vəkildə tutdum, soruşdum ki, axı niyə bizə verilmir? Dedi ki, elə bir qərar yoxdur. Əgər dövlət səviyyəsində bu qərar olsa ki, həyatını itirmiş, yəni ki, vəfat eləmiş, istəyir xalq artisti, istəyir əməkdar, yaşa indi şöhrət ordenində olub, ondan asılı olmayaraq, onlar da ailələrdə onu almırlar. Yəni ki, prezident mükafatını almırlar. Onlar da mənim kimi vəziyyətdədirlər. Qərar olmadığına görə o kəsdilər. Yəni ki, 2012-ci ildə Yaşar vəfat edən gündən, noyabr ayından o mükafat kəsilib. Vəssalam. İndi kimə də müraciət eləsin, qərar yoxdur, qərarsız necə eləmək? Onu fikirləşməlidir Mədəniyyət Naziri. Onu mən heç nədən çəkinmirəm. O Milli Məclisdə mədəniyyət sahəsində məşğul olan insanlar o sualı ortaya qoymalıdırlar. Bu məsələni həll eləməlidirlər ki, bu həyatını itirmiş insanların ailələri necə dolanır? Hansı gün kimə zəng edib soruşublar, nə baş verir, necə söz? Düzdür? Mən elə düşünürəm ki, mədəniyyətlə məşğul olan istəyir, mədəniyyət sahəsində kim məşğul olur bu işlə? Mən hamısına bunu şamil edirəm ki, hamı maraqlanmalıdır bu həyatını itirmiş aktyorların ailələrindən. Necədir, nətərdir? Boş qol çəkməklə ki, bu alındı, bu alınmadı, bu deyil. Evi satdım ona görə ki, Yaşar xəstələnən kimi ilk növbədə sponsor hələ yox idi. Mən o evi satdım, dövlət verən evi. Satdım, ilk mərhələdə o işləri həll elədim. Ondan sonra o sponsor işi ilə o işi baş tutdu da. Ondan sonra getdik, gəldik. 6 il mən Türkiyənin yollarında, hamı da bilir ki, mən onun qayğısından filan, onun yanında tək mən olmuşam.
baxım nöqteyi nəzərindən də. Amma ki, orada mən gedib gəlib görmüşəm nələr baş verir. Sağ olsun Azərbaycanlarımız, millətimiz. Hamı başımıza dolanırdı. İnanırsınız, bəlkə bəd ayaqda insanlarda o ruh var da. Bir tərəfdən acıqırdım ki, mən görüm necə bu xəstəlik, nə filan. Başına and içirdilər, gələn hədiyyə. Tələbələr orada növbəyə dayanırlar ki, Yaşarın yanına gəlib deysinlər. Hamı, bilirsiniz necə, istədikləri məhəbbətdən irəli gəlir, istədiyi kimi hədiyyə verirlər. Biri para verirdi, biri nə bilim gül verirdi, biri nə bilim nə ətir gətirirdi, biri nə. Yəni ki, bizim millətimiz doğrudan həqiqətən, indi mən çoxluqdan danışıram. Mən gördüm ki, orada necə birlik var xəstəxanada. Hamı bir-birinin yanında. Kimilər daha gəlib Yaşara dəymirdi. Hətta orada mənə sual verirlər ki, sizin bu xəstə kimi, elə bil ki, ad çəkmir, böyük bir şəxsiyyət imiş bu sizdən. Dedim, biz buyuq. Hətta mənə deyirlər ki, sizdə bu qadın, bunun yanında niyə bir yaxın kişi cinsindən bir adam olmalıdır ki, yanında qalsın gecə filan. Yəni ki, sizdə bu qadınlar belə həyat yoldaşlarına baxırlar. Dedim, bəli, bizdə mentalitet belədir. Yəni ki, bu idi. Bilirsiniz necə, o ümumiyyətlə xəstəliyin adını, familiyasını deyim, xəstəliyin növünü, xəstəliyin nə bilim hansı səbəbi filan heç nə onu maraqlandırmırdı. Əvvəla hamısını mənim belə himayəmdə idi. Yəni ki, mən düz deyim, həkim deyiləm, amma hər halda istər-istəməz o prosesdə adam eşidir, bilir, həkim nəsə deyir də. O, ölən günə qədər adını çəkmədi ki, xəstəliyim nədir? Ölən günə qədər demədi ki, mən ölürəm və ölən günə qədər nə analiz, nə filan, nə hamından siz elə bildi ki, bu həyatı yaşayırdı da, xəstə olub, bilirik, 2 saatdan sonra nəsə olacaq, 3 saatdan sonra. Yenə də yaşamaq ancaq səhnə, fikrində tamaşalar. Hətta mənə dedi ki, mən necə olacaq bu xəstəliyi, mən yerimi ezan. Dedim, gedib səhnədə oynayarsan, kalaskada, o qədər invalid rollar var, yeri gəlsə, monoloq eləyərsən. Yəni ki, o xəstəliyinə, xəstəlik kimi önəm vermirdi. Deyirdi ki, sən nə qədər yanımdasan, mən bilirəm ki, mən heç nə olmayacaq. Hətta o reanimasiya da idi. İlk dəfə onu aparanda, Paris'i 40 gün onu sünni tənəffüsdə saxladılar da. Hər həftədə bir dəfə açırdılar sünni tənəffüsü ki, görsünlər nə cürdür halı, baxırdılar orada da. Yəni, dəyərlərə nədir. Gözünü açdı, açan kimi elə ilk növbədə dedi ki, sən olmasaydın mən neyniyərdim? Heç ondan mən bu sözü eşitməzdim. Heç vaxt. Təzədən yəni gözünü yumub, yəni aparata qoşdular. O, bilirsiniz, ömründə o daxilini ifadə edən insan deyildi. Ömründə deməzdi ki, ay minliklər sevirəm, mən nə bilim, ay nə gözəl, ay mən nə bilim. Bakılının Sovetski. Mən özüm də Bakılı Sovetskidən də. Məhəllənin bir tərəfi o idi, o biri tərəfinə qədər biz idik. Əvvəla son 2 ildə onun qəbul elədiyi qaraciyər axı transportasiya olmuşdu, ona dəyişmişdilər qaraciyərini. O dərmanlar qəbul edən, dərmanlar istər-istəməz onu məcbur şişmanlığı yaradırdı. Özü də ki, o son 2 ildə demək olar ki, o yemək yemirdi. Onu sünni qida verirdi. Mən bunu deməmişdim, indi deyirəm. Sünni qidayla dolanırdı. Hər halda o 6 ili həkimlər sağ olsunlar. Türkiyədə o həkimlər, burada da Gömrük xəstəxanasında həkimlərimiz. Çox gözəl qulluq, savadlı həkimlər, o vaxtdan danışıram. İndi Allah heç kimə qismət eləməsin xəstəxananı. Amma olduğunu deyirəm. Gömrük xəstəxanasının 2 dənə bu xəstəxanalar onu 6 ildə saxladı. Sonradan da siz o şişmanlığını deyirsiniz. Demirdi ki, mən şişmanam, demirdi. Amma ciddi, mən səhnəyə çıxacağım, çıxanda necə olacaq, araban azad filan. Belə sözləri deyirdi. Dedim, ona da rol tapılar. Yəni ki, mən o qədər optimist adam idim ki, ona mən həmişə... Heç belə kövrəldiyi? Heç vaxt kövrəlmirdi. Çünki siz orada o yatırdı da, mən gedirdim, gündə bir, üzr istəyirəm, geyim alırdım. Ona, özümə, parfümlər, filan. O bunu görürdü, fikirləşirdi ki, yəqin pis şey yoxdur da. O əhval ruh, xəstənin tamamilə başqa
tamam başqa ruh verir. Oy. Amma son vaxt Rus demişkən nastroyenisi olmurdu. Nastroyenisi amma heç nə demirdi. Son ölümündən 2 gün qabaq gömrükdə qızlarıma dedi. Böyük qızım getmədi 2 gün. Qabaq dedi, mən hissiyatım var ki, onun nəsə olacaq, onu görmək istəmirəm. Yəni ki, o vəziyyətində. Dediyi kimi də oldu. Amma orada olanda kiçik qızımdan mən kənardaydım. Dedi ki, mən olmasam, necə olacaq sizə yaşamaq? Bunu dedi. Mən eşitdim, tez gəldim. Nə danışırsan sən? Sən qalxıb gedəcəksən, gəzəcək, bu nə filan mövzu bağlandı. Sənət dostları, indi gələn onun yanına gəlirdi, deyəcəyim kimlər? Kimsə indi ezamiyyətə gələn biri də orada da gəlirdi. Konkret onun istəyən, onun adına gələn var idi. Konkret orada yaşayanlar, Azərbaycanlılar. Yəni ki, çox idi adam. Adlarını çəksəm, biri yadımdan çıxacaq, deyəcəklər ki, çox adam olub orada. Sənubər İskəndərli, Firəngiz, sonra Fuad var, bu milli şeydə işləyir, arxitektura yerində. O, sonra Mələkə, aktrisamız, Mələkə Əsədova, sonra Cahangir, sonra bəstəkarlar, Allah şükür özü, Zeynəb xanımın, sonra nə bilim, Polad Bülbüloğlu dəfələrlə ona zəng edirdi. Mən olmayanda da çox adam, mən demək olar ki, çox adam. Əlbəttə, yaxın onun dostu kimi, Firəngiz gələndə biraz lap zarafatlaşırdılar da, yəni biraz zarafat nöqtə nəzərində onun tərəf müqabili kimi. Hər halda rolda bir-birini seviblər də, necə deyim. Zarafat olsun. Səmimi deyirəm. Səmimi 100 yox, 1000%. Mən onun oynadığı əsərlərdə istəyir teatrda, istəyir televiziyada, istəyir kinoda, mən sənət əsəri kimi baxırdım və qiymətimi verirdim. Görürsən necə oldu? Fikirləşmirdim ki, qadına əl vurdu, öpdü, qucaqladı, tamamilə. Əksinə elə səhnə ola bilərdi ki, ona deyirdim ki, sən bu yerdə niyə, mən sən biraz bəlkə qucaqlayardın da, belə də ola bilər. Ola bilərdi. Qısqancılıq onun yaradıcılığında %100 olmayıb. Amma kənar söhbətlərdə indi o söhbəti yox. Mən ümumiyyətlə 10-15 il bizim evliliyimiz müddətində mən bilmirdim ki, yəni izmena dillərdə şey eləyə bilər, yəni ki, qadına qarşı belənçə hərəkət eləyə bilir. Çünki mən Sovetskidə bizdə mentalitet var da, atamda, anamda da görmüşəm münasibət necə olur. İnsan ailə qurursa, deməli, ailədir də. 10-15 il keçəndən sonra qıraqdan, bucaqdan mənə gəlir, bu, deyirəm, belə olur. Yaşar da mənə deyir ki, gülmək üçün hər yana gedirdi, deyirdi ki, gözümlə görməyincə mən inanmaram, mən deyirdim ona. O da deyirdi ki, elə şeydir ki o, onu gözlə görmək mümkün deyil. Amma Ülkər xanım bir müsahibəsində deyib ki, siz onu Yaşar bəydən inciyib, uşaqları, qızlarınızı götürüb getmişsiniz. Olmayıb. Yox, bilirsiniz necə olub? Yox, tamamilə olmayıb o. Sadəcə, heç Ülkər heç öyle söz deyə bilməz. Ülviyə anadan olanda, hələ Ülkər yox idi, biz kirayə. O şimdi arada deyib, elə söz. Sonra hara getmişəm? Başqa bir yerə, Yaşar bəy sizinlə əlaqə saxlamayıb ki, sonra siz özünüz qayıtdınız, görmüşsünüz ki, Yaşar bəy sizdən... Yox, bilirsiniz necə olub? Yox, bəlkə düzgün ifadə eləməyib, yox. Sadəcə biz evdən evə çox dəyişmişik də, kirayədən sonra 3 ay anamgildə qalmışam, Yaşar gedib gəlib, anası gəlib filan. Belə olub ki, ev şəraitimizi dəyişməklə əlaqəli ola bilsin, mən 2 qızımı götürüb getmişəm, anamgildə qalmışam. Yaşar 1-2 gün ola bilsin, mənə zəng eləməyib. O ola bilər, o demək deyir ki, biz ayrılmışıq. O mənada deyil, başqa yox. Sadəcə bir dəfə bu faktdır. Heç Ülkər yox idi, Ülviyə böyük qızım. Təzə anadan olmuşdu, 2-3 aylıq idi, ya 4, yadımda deyil, neçə aylıq idi. Biz Petramontin Targovda kirayədə qalırdıq. Orada nəsə, başa düşmürdüm, nə baş verir. Nəsə dedim Yaşara,
Mənə nəsə kobudda yadımda deyildi o məsələ. Mən dedim, ay yaxşı, bu necə olur? Kişi belə özünü aparanda mən nə etməliyəm? Bəlkə belə olanda adam anası gilə gedir. Mən bilmirəm, öz-özümə fikirləşirəm. Yaşar da yox evdə. Başladım şeyləri yığmağa. Bir dəfə olub, öz-özümə fikirləşirəm. Dedim, gedim, getməyim. Ayağımı qapıdan qoydum, təzədən dala qayıtdım. Dedim, həyatı boyu ola bilməz. Bax, bir dəfə elə olub yüngülcə. Uzaq qohmaqdan bir-birinə. Üz-üzə gəlməmişik, sadəcə anası deyib ki, əskərlikdən gəlib, gözü dağınıq olacaq, ona-buna, yolunu azacaq. Ən yaxşı variant bizim rəhmədi qohum. Mən də konservatoriyanın axırıncı kursunda, diplom müdafiəsində filan. Məndən gizlin gəlib arxamca güdüb də məsələ. Mən necə gedirəm, necə gəlirəm, nətər. Gəlib deyib ki, hə, yaxşı qızdır. Sonra dostları var orada, xalq çalğı alətlərində. Ağverdi Paşayev dirijor idi, o orada oxuyurdu. İndi tarzənlər var, nə bilim, Kamançazad filan. Tanıyırdı da hamısını. Deməli, elçi gəldilər necə lazımı kimi. Gəldi və sizdə belədir. Hələ üzüyü taxmamışdılar. Dedi, heç olmasa bu bir dəfə çıxsınlar da, görsünlər bir-birini. Birinci desən elə belə tanışdıq, elə belədir, vizual tanışdıq oldu. Sonra desən 9 may günü idi, 9 may günü gəlib nişan taxanda, o günü axşam çıxdıq bulvara. Ceyhun Topçubaşov var idi, o idi, Fuad Poladov idi, Vəfa Fatullayev idi. Yəqin bunların adlarını bilirsiniz. Orada jemşugları, balıq yeri idi qabaq. Orada oturduq. İlk vizual, belə də danışığımız orada oldu. Ondan sonra məni gətirdi, qoydu evimizə. Ondan sonra getdi görüşə. Onda Yaşar bəy artıq tanınırdı. Tanınırdı. Onda da krasavçik idi. Yəni tanıyırdınız. İndi bir damcı tanıyan kimi, yox, yəni kimi onu aktyor kimi ona fikirləşmirdik. Aktyordur, nə olacaq, nətər olacaq. Sadəcə valideyn hesab elədi ki, ən yaxşı ailəsini tanıyıram, belədir. Valideyn dedi, mən dedim, olsun. Neçə yaşındasınız? Məni? Mən Yaşardan 2 yaş böyüyəm. Sevdim. O vaxt nə sevgi, o vaxt qanunlar ayrı idi, nə danışırsınız? Görün, neçə ildən söhbət gedir. Razılaşdıq, atam da heç qarışmadı. Anam, bir də ki, qaynanam, çox şirin dilli, mehriban. Həm də qohum, yaxın. Niyə də olmasın? Mən də düşündüm ki, ən yaxşı elə odur. Əlbəttə ki, insan, amma ki, konkret mən, Yaşara qədər kimsə, yox, məndə heç vaxt olmuyor. Olur da sırf insan... Onunla sizin aranızda da belə bir münasibət olur. Nə mənada? Yox, sevgi olmuyor. Sevgi olmayan da ailə daha möhkəm olur. Bunu yadınızda saxlayın. Sevgi oldu, gəldi, getdi, söndü, getdi. Amma sevgi olmayan da insan bir-birini tanıdıqca bir-birinə o qədər öyrəşir, o qədər bir-birsiz qala bilmir. O sevgi dönür dostluğa, sevgi dönür bir-birinə alışqanlığa, sevgi dönür bir-birsiz qala bilmirsə, orada sevgi deyil. Yaşa dolduqca o tamam başqa mərhələdir. İlk gündən, yəni ki, onun kaprizini görmüşəm. Öz giyiminə qarşı hədsiz kapriz idi, hədsiz. Son vaxtlar ümumiyyətlə bəhanə tapırdı, axtarırdı ki, bir şey olsun, qışqırsın, çıxsın, getsin. Əsəblərdir də, mən də o gedənəsə otururum, dedim, ay Allah, bu getdi məsələ. 10 dəqiqə keçmir, zən vururdu, hə, neyinirsiniz? Tamamilə şey deyildi o barədə. Yaddaşda desin ki, ay mən nə bilim, nə filan. Yox, elə şey yox idi.